Salam, hər vaxtınız xeyir olsun. Beyin hüceyrələrinin sayı 100 milyarda çatır. Beyin bütün bədəni idarə edir. Beyin diqqət tələb edən bir orqandır. Beyin qulluq və qayğı tələb etdiyi bir halda biz bunu edə bilmirik. Və qulluq və qayğı tələb edən həssas bir orqandır. Beyin fəaliyyətinə dağıdıcı təsir göstərən bir neçə səbəblər var. Bunlardan biri hərəkətsizlikdir. İnsan bu dünya demək olar ki, hərəkətsizlik üçündür. İş, istirahət, təhsil, bütün bunlar hamısı hərəkətsizlikdir. Bir şey bilmək lazımdır ki, insan hərəkət etdikdə endorfin adlanan endorfin istehsal olunur ki, bu da beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı yaxşılaşdırır, əhval-ruhiyyəni düzəldir, ürəyin fəaliyyətinə, beynin fəaliyyətinə müsbət təsir göstərir. Çox oturduqda, iş vaxtı çox oturduqda isə qanın axını mənfi təsir göstərir, oksigensizləşmə əmələ gəlir, yaddaşa, diqqətə, konsentrasiyasına mənfi təsir göstərir. Bunun üçün gün ərzində bu vəziyyətdən çıxmaqdan ötürü 25-30 dəqiqə idmanla məşğul olmaq və yaxud da 7-10 min addım atmaq lazımdır. Orta tempdə addımlar atılmalıdır. Beyin fəaliyyətinə dağıdıcı təsir göstərən ikinci amil həddindən artıq informasiyadır. Gün ərzində hər birimiz 30 GB informasiya alırıq. Bu informasiyalar qarşısını almasa bu yüklənməni, onda az bir zamanda informasiya yüklənməsi və yorğunluğa səbəb olacaq. Bunun qarşısını almaqdan ötürü sosial şəbəkələrə girişi azaltmaq lazımdır və qiraətlə məşğul olmaq məsləhətdir. Sakitlikdə olmaq, səssizlik beyinə və bədənə sakitlik gətirir. Üçüncüsü, beyinə dağıdıcı təsir göstərən amil çoxlu tapşırıqdır. Çoxlu tapşırıq, insan bu çoxlu tapşırıqlar üçün hazır deyil əslində. İki işi bir yerdə gördükdə ikisinə də eyni diqqəti ayıra bilən bilgisayar ola bilər. Çoxlu tapşırığı olan insanda emosional kontrol zəifləmiş olur. Ona görə də bu işlərin çoxsunu korrekt edib, əsas işə fikri yönəltmək lazım. 10 işi bir yerdə görən insan həm yorulur, beyin yorulur və eyni zamanda da bunun keyfiyyəti itmiş olur. Beyinə dağıdıcı təsir göstərən dördüncü amil şəkərdir. Bizim qəbul etdiyimiz qidaların əksəriyyətində tərkibində şəkər vardır. Şəkər ucuzdur, şəkər öyrəşmə verir və dad verir. Əgər insan şəkər qəbul edirsə, ani surətdə tez bir zamanda qanda şəkərin miqdarı qalxır. Qanda şəkərin miqdarı qalxan kimi mədə-altı bezindən onu neytrallaşdırmaqdan ötürü insulin hormonu ifraz olunur və insulin şəkəri neytrallaşdırır. Əgər tez-tez şəkər qəbul etdikdə bu şəkərin qalxması, enməsi beyin qan dövranına pozucu təsir göstərir, stres yaradır, depressiya yarada bilər, yorğunluq, əhval-ruhiyyənin pozğunluğu və s. yaradır. Tez bir zamanda bu işləri korrekt eləmək lazımdır. Şəkərin qəbulunu azaltmaq lazımdır. Şirin içkilərdən imtina etmək lazımdır. Polifabrikatlardan imtina etmək lazımdır. Beyinə qulluq etməliyik ki, beyin də bizə qulluq edə bilsin. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.